Mənim əzizlərim, hörmətli toplantı iştaşları, şəhid ataları, şəhid anaları, bacıları, qardaşları, balaları, sizin hamınızı mən bu abidə önündə salamlayıram. Bu abidə bizim Beyləqan rayonunun Orta Əlnəzərli kəndində şəhid olan balalarımıza qoyulan abidədir. Və bu balalarımız hamımızın gözümüzün qabağında böyümüş balalardır. Hamısı bir-birindən gözəl, bir-birindən göyçək, mərifətli, ləyaqətli, dəyanətli, qorxmaz, necə deyərlər, hər cürə insanlığa lazım olan nə xüsusiyyətlər varsa hamısı bunlarda var idi. Şəhid bizlər üçün, hamı üçün müqəddəsdir. Şəhid adı gələn yerdə şəhidin ruhu var. Şəhid şəkli olan yerdə şəhidin ruhu var. Şəhid abidəsi olan yerdə şəhidin ruhu var. Harada şəhid adı gəlirsə, orada onun ruhu var. Və o ruhun qarşısında biz hamımız dönə-dönə baş əyirik. Və deyim ki, bu abidə Alnəzərli cəmaatına məxsusdur və bu abidəni Alnəzərli cəmaatı heç bir təmannuna uymadan özləri öz şəxsi vəsaitləri hesabına tikiblər. Alnəzərli cəmaatı uşaqdan böyüyə hamısının əməyi var burada. Bax, bu abidənin qurulmasında onların əməyi var. Bizim hər birimizin, hər bir insanın ümumiyyətlə gedəcək yerləri var. Və bu abidə də bizim o gedəcək, gələcək, söhbət eləyəcək, danışacaq, onların ruhunu şad eləyəcək yerlərdən biridir. Və ona görə də müəyyən vaxtlarda, müəyyən günlərdə biz şəhidlərimizi həmişə sözsüzdür, qəlbimizdədir, ürəyimizdədir, könlümüzdədir. Ancaq belə bir toplantı şəklində bizim yığışacaq yerlərimizdən biri də buradır. Şəhidlərimizin abidəsi önü. Və bir daha mən sizin hamınıza öz dərin təşəkkürümü bildirirəm ki, bu günləri gəlib şəhidlərimizi yad edirsiniz, onların ruhunu şad edirsiniz. Buna görə sizin hər birinizə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Əziz dostum, yaxına gəl, yaxın gör. Tarixi, keçmişi öz gözünlə gör. Vətəni uğrunda, vətən oğluna abidə qoyulub şəhid oğluna. Doğulur insanlar xeyir, şər üçün. Zamanı gələndə döyüşmək üçün. Namusu, qeyrəti üstün tutanlar. Canından keçməyi bacardı onlar. Vətən nədir, onlar bizə dedilər. Olum nədir? Ölüm nədir? Dediler.
Qisas alan güclü olur dediler. Bütöv olsun Azerbaycan dediler. Biz kimik, neşik, onlar dediler. Doğulup ölmeyen bizik dediler. Kanlı kayalarda çiçek oldular. Korkut neveleri dönmez oldular. Geçecek zamanlar, ötecek anlar. Kalacak arkada acılı anlar. Düşecek tarihe şehit olanlar. Abide olarak kalacak onlar. Zamana sözünü sessiz diyecek. Ataya, anaya dözüm diyecek. Donan gözlerinde hayat gülecek. Dünyaya abide galip gelecek. Görenler ruhuna dua edecek. Secdeye, salama hürmet edecek. Gözlerde damla yaş göze değecek. Şehitler ölmürler, sağdı diyecek. Onlar yaşayacak, onlar kalacak. Yürekte, könülde onlar olacak. Dastana dönecek, nəğmə olacak. Ellerde karanfil, çiçek olacak. Nesiller gelecek, fikre gidecek. Yüzyıllar evveli hayal edecek. Ter çiçek düzecek, gönçe düzecek. Üfüqdə bitenler ölmür diyecek. Bu daşlar dilaşıp danışacaktır. Zamanı özünde saklayacaktır. Daşlara yazılır hakikat yaddaş. Daşlardan boylanır müqəddəs yaddaş. Bu bəşər evladı daşda bitəcək. Atası, anası daştan olacak. Daşta doğulacak, daşta ölecek. Zamana sözünü daştan diyecek. Bu daşlar olacak zaman galası. Bu daşlar olacak ömür yarası. Bu daşlar olacak dastan yuvası. Bu daşlar olacak heyret nidası. Koy kalsın bizlerden abide daşı. Kalsın balamızın koy daş yaddaşı. O kanlı illerin kanlı yaddaşı. Kalacak zamanda daşın yaddaşı. O kanlı illerin kanlı yaddaşı. Kalacak zamanda daşın yaddaşı. Kalacak zamanda daşın yaddaşı.